buradan üzümü tuturam. Quba rayonunun Səbətlər kəndində yaşayan məşhur quldur, ailə dağıdan, araqətən, arvad kimi şər danışan, qeybətçi Hacıyev Elbrus Ağabala oğlu sənəm. Mənim bu gözümün qabağında sən, dayın Qasımın oğlu Həbibin motorunun sefin uğradın, uğru sən. Mən sizin evdə olanda sənin qardaşın, uğru Təbriz, Gey Təbriz, mənim 500 manat pulumu məcbur əlimdən alıb, 100 manatını sənə verdi, 400 manatını da əxlaqsız qadınlara. Sən dedin ki, mən polisdən qorxmuram, mən polisdən qorxmuram, sənin qulaqlarımı qırıblar, səni döyüblər, eşşək çirpən kimi polislər, xəlbətlərdə lovğalanıb deyirsən qorxmuram, ya mənim 500 manat pulumu yığın göndərin, ya da bizimlə sən verilişinə gəlib çıxıb, səni də, bu gey qardaşım Təbrizi də ora gətirəcəm. Mənim yolumun üstə Təbrizi çıxartan 1974-cü il təvəllüdlü Qasımova Qənirə Hüseyin qızında gətirəcəm ki, ona nə düşmüşdü? Özünə xatır qazanırdı. Oğru, gey, maşennik Təbrizi mənim yolum üstə çıxartırdı. Elbrus, sənə birinci xəbərdarlığı elədim. Hesaba da almadın. Yaxşısı budur. Canın çıxsın, get kredit göt, mənim 500 manat pulumu ver. Səni gətirəcəm, bizimlə sənə, sənin üzüva tüfürəcəm. Ər arvadın dibələk sevincinə Təbrizi toğladırdın, indi arvadlıq eləyirsən Təbrizə, əclaf, maşennik, quldur, oğru, zəhmət çək, oğru, quldur, gey, əclaf qardaş var, de, tapsın mənim 500 manat pulumu göndərsin, heç kimə güvənməsin. Mən efirə çıxanda Təbrizin güvəndiyi Əmrahın da, əmisi Əkrəmin də adını çəkəcəm. Yer-yerindən oynayacaq. İyun ayının 1-nə kimi mənim pulumu sən eşşək buruz, donquz buruz, əclaf buruz göndərməsən, səni gəlib efirə çağırıb, qardaşı da, Qənirəni də üz-uza tüfürəcəm. Ondan sonra dincələrsiniz. Bizimlə sən verilişində Zaur Baxşəliyev o pulu sizdən alacaq. Onda dahi Təbrizin güvəndiyi Əkrəm də, Əmrah da, onun da adına çata bilməyəcək. Sən deyirsən, sən polisdən qorxmuram, əclaf oğru. Sənin bacın qızı Gönçə də sizin öyünüzdə mənim saatımı uğradı. Oğrusuz, quldursuz, hər yolun yolçusuz. Əclaflar, oğrular, cuhudlar, qanı içənlər.